Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə təqinaş olsun. Məlumunuz olsun ki, bugün Türk dünyasının Parlament Asambleyasının Bakıda, paytaxtımızda zirvə samiti baş tutdu. Bilirsiniz ki, Türkiyə Cumhuriyyətinin Antalya şəhərində Türk dünyasının və İslam dünyasının və Avropa qitəsinin diplomatiya forumu keçirildi. Və burada təbii ki, ölkə prezidenti bilirsiniz ki, son günlər Azərbaycan Diplomatik Akademiyasında keçirilən beynəlxalq konferansda səsləndirilən maraqlı bir deməli, müzakirə oldu, panel oldu. Və bilirsiniz ki, bizim admin olduğumuz Yakub Cemil kəşfiyyat məqsədləri üçün yaradılan səhifəmizə Facebook şirkəti 180 günlük deaktiv olmaq cəzasını verdi. Və bu hadisənin baş verməsinin təsadüfi xarakter almadığını düşünürəm. Çünki bir çox bizə məxsus olan mülkiyyətimiz, Azərbaycan və Türk dünyasının tarixini əks etdirən səhifələr deaktiv olundu, ümumiyyətlə silindi və bizim uzun illər xidmət etdiyimiz qeyri-hökumət təşkilatlarına aid səhifələr və şifahi xalq ədəbiyyatımıza aid səhifələr silindi. Bu vandallıq və bu vəhşilikdir, bu işğalçılıqdır, bunun başqa adı ola bilməz. Bu həm də qorxaqlıqdır. Düşündülər ki, yəqin biz öz intellektual tariximizdən, öz milli köklərimizdən uzaqlaşacaq və ümumiyyətlə intellektual fəaliyyətimizdən uzaqlaşacaq. Amma buna heç bir halda biz izin verməyəcəyik. Mübarizəmizi aparacaq və son damlamıza qədər bu səhifələrin bərpası üçün əlimizdən gələn yaddaşımızı, etnik yaddaşımızı qorumaq və möhkəmləndirmək üçün ensiklopedik informasiyaları yayacaq və bu heç bir halda bu qorxaqlıqdan o tərəfə getməyəcək. Biz qorxaqlıq göstərməyəcək. Mən hesab edirəm ki, bu hərəkət heç bir halda beynəlxalq hüquqa uyğun olmayan davranışdır və təbii ki, mən bu hərəkəti düşünürəm ki, adekvat cavabını yenidən səhifələrimizi bərpa edərək nail olacaq. Və təəssüflər olsun ki, bugün bir neçə səhifənin abunə sayının və izləmə sayını artırmışdıq. Osmanlı İmperiyası haqqında, Səlcuqlu İmperiyası haqqında, Xarəzmşahlar haqqında, Qəznəvilər haqqında, Məmlüklər haqqında, Səfəvlər, Qacarlar, Əfşarlar, Hunlar, Göytürklər, Avarlar, Uyğurlar və digər səhifələrimiz, Əfşarlar və Atabəylər, Ağqoyunlular, Qaraqoyunlular səhifələrimiz var idi. Və biz yenidən bu səhifələri bərpa edəcəyik. Türkiyə Cumhuriyyətinin 12 prezidentindən 10-u bizim mülkiyyətimizdə olan Turqut Özal, Süleyman Dəmirəl, Cəlal Bayar, Farih Korutürk, təbii ki, İsmət İnönü, Mustafa Kemal Atatürk səhifələrimiz, Məhəmməd Əmin Rəsulzadə, təbii ki, parlamentimizin, təbii ki, indi qarşıda biz parlamentin ilk sədirlərindən olan Əlimərdan bəy Topçubaşovun səhifəsini yaradacaq. Bundan əlavə sahibə Elmira Qafarovanın, Yaqub Məmmədovun, Murtuz Ələsgərovun səhifələri var. Bunları da yaradacaq və ölkənin ilk prezidenti Ayaz Mütəllibova aid səhifəmiz də var. Bunları da təzədən bərpa edəcəyik. Və bizim təbii ki, dövlətçiliyimizə aid səhifələr, ardıcıllıqlar, ümumiyyətlə
bizim yaddaşımız təbii ki, biliyə və araşdırmalara, tədqiqatlara əsaslanaraq biz bu fəaliyyətimizi davam etdirəcəyik və biz bu yoldan dönməyəcəyik. Kimsə hesab edirsə ki, biz bu yoldan dayanacaq, biz sonuna qədər gedəcəyik. Bu insanlar, bu firavunlar, şeytana tapınanlar, Lusiferə tapınanlar, Dəccala tapınanlar, istədiyi əxlaqsızlığı yayan, əxlaqsızlıq üzərində xəbər yayan insanlardan fərqli olaraq biz cəmiyyətimizi bu bilgisizlikdən, bu qaranlıqdan, bu cəhalətdən millətimizi xilas edəcəyik. Milli Fədai Hərəkatı son damlasına qədər, son canına qədər fəaliyyətini davam etdirəcək. Və biz səhifələrimizin bərpası üçün yenidən ardıcıl şəkildə, aramla və vaxt bizə nə qədər vaxt müəyyənləşdirirsə, biz ömrümüzün sonuna qədər bu fəaliyyətimizi, intellektual fəaliyyətimizi, ensiklopedik fəaliyyətimizi davam etdirəcəyik və ona görə də heç kim narahat olmasın, bizim səhifələrimiz bərpa olunacaq. Biz səhifələrimizi ardıcıllıqla, ardıcıl şəkildə bərpa edəcəyik. Buna heç bir halda narahatçılığa əsas yoxdur. Ola bilsin ki, 180 günün hardasa 176 günü, yəni sentyabrın 11-də bərpa oluna bilər. Ola bilsin ki, hesablarımız bərpa oluna bilər. Bərpa olunması təqdirdə təbii ki, bizim Instagram hesablarımızda siyahı üzrə kimlər bizim dostluğumuzda varsa, onları da dostluğumuza qatacaq və onlarla bağlı da Facebook hesablarını axtaracaq və tapacaq. Yəni buna heç bir halda narahat olmasınlar. Biz heç bir halda bataqlığa düşməyəcəyik. Türk milləti heç bir zaman bataqlıqda olmayıb və bataqlıqdan uzaq olub. Mənim vaxtilə Tural Qarayev, Turel Qarayev hesablarım var idi. Bu hesablarımı da təbii ki, yaratmaqda bir məqsədim olub ki, biz Türk dünyasının tarixini, mədəniyyətini təbliğ etmək. Və bir şey də qeyd edeyim ki, vaxtilə Uluxan adlı bir yaramazın biri, təbii ki, özünü tənqirici hərəkatının lideri hesab edən, özünü Yunanistanda yaşayan vətən xaini, ona vətən xaini, Rus cəsusu adlandırdığıma görə həmin şəxsin şikayəti əsasında hesabımız bloklanmışdı. Və bir şey dediyim ki, biz şikayətimizlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə də müraciət etdik. Milli İstihbarat Təşkilatının rəsmi saytına da yazmışıq və ona görə də heç bir halda narahat olmasınlar. Biz yavaş-yavaş aramla səhifələrimizi, videolarımızı paylaşacaq və biz bir saniyə belə bu yoldan çəkinməyəcək, bu yoldan dönməyəcək. Gecəmizi gündüzümüzə qatıb bu məsələnin həllinə nail olacaq. Bir şey də deyim ki, bizim hər bir paylaşımımız etik çərçivədə, etik qaydalara əsaslanır. Görünən odur ki, onlar Türk tarixinin profillərimizdə yayılmasına, milli şuurda olmağımıza, manqurtlaşmamağımıza, belə konkret desək, müqavimət göstərməyimizə ciddi şəkildə narahat olublar. Və biz heç bir halda manqurtlaşmayacaq, manqurtlaşmağa izin verməyəcək. Biz üçrəngli bayrağımızda əks etdirən prinsipləri qoruyub saxlayacaq. Həm dilimizi, həm mədəniyyətimizi, həm konstitusiyamızı qoruyub saxlamağa çalışacaq. Yer gəlmişkən, mən bugün xoş bir xəbər aldım. Sosial Müdafiə Nazirliyinin təbii ki, Bakı Regional Məşğulluq İdarəsinə müraciət elədim və çox şükürlər olsun ki, təbii ki, bizə uyğun olan vakansiyalar əldə elədik. Təbii ki, biz bu barədə sosial şəbəkədə yayacaq, paylaşacaq və biz heç bir halda cəmiyyətdən nəyisə gizlətmə fikrimiz yoxdur və bir şey də deyim ki, mən dövlətin əleyhinə
fəaliyyət göstərən, dövlət əleyhinə paylaşım edən insanlardan da xahiş edərdim ki, belə şeyləri ümumiyyətlə öz hədəflərinizə çatmaq istəyirsinizsə, çalışın daha çox neytral mövqedə olun, neytral yanaşın və qanundan yana olun. Dövləti sevirsinizsə, dövlətçiliyə xidmət edirsə, birinci növbədə qanunlara əməl edin, qanunları pozmayın və kimin hakimiyyətdə olması mənim üçün önəmli deyil. Mənim üçün önəmli olan dövlətin qanunlarla idarə olunması, dövlətin qanunların pozulmasına vətəndaş olaraq imkan verilməməsi. Və düşünürəm ki, biz bu iradəni göstərsək, mənə gəlir ki, dövlət heç bir halda, heç bir məsələdə sarsılmayacaq. Mən bugün Rəbiyə Məmmədovanın bir videosu mənim qarşıma çıxdı. Özünü intihara cəhd elədi İqtisadiyyat Nazirliyinin sahibkarlığa inkişaf fondunun önündə və məlum oldu ki, ona 10 gün müddətində SAPLA adlı bir İqtisadi İnkişaf Nazirliyinin, İqtisadiyyat Nazirliyinin ona verdiyi deməli abad xidmətin ona yaratdığı bir investisiya sırf toxuculuq sahəsi üzrəndə və qadınların, feminist qadınların, qadın hüquqlarını müdafiə edən qadınların əmək hüququnun və təbii ki, Qadın, Ailə, Uşaq, Qadın üzrə Dövlət Komitəsinin deməli dəstəyi ilə belə bir layihə irəli sürüb. Amma mən düşünürəm ki, bir vətəndaş dövlətdən də müstəqil bir təşəbbüs göstərməlidir. Məsələn, mən bir çox səhifələri dövlətin hətta izni olub olmaması mənim üçün önəmli deyil. Mənim üçün önəmli olan vətəndaşın dövlət olmasıdır. Vətəndaşın dövlət anlayışı ilə məsələlərə baxmasıdır. Mən təəssüflənirəm ki, Azərbaycanda dövlətçiliyə dayanan, dövlətçiliyə əsaslanan bir fikir və ideya və intellektual platformalar Azərbaycanda demək olar ki, yox dərəcəsindədir. Məsələn, mənim yaxın tanıdığım Kitabıstan nəşriyyatı var. Yer gəlmişən, sabah mən Kitabıstan nəşriyyatının Məhəmməd Əmin Rəsulzadənin yeni kitabının, yeni nəşrinin buraxılması ilə bağlı mən ianə kampaniyasına qoşulmaq fikrim var. Bir şey də deyim ki, Rəsulzadənin səhifəsini biz videolarını yavaş-yavaş paylaşacaq və sadəcə hələ ki Tural Qarayev aktyorluqla bağlı videoları yeniləyəndən sonra yavaş-yavaş bu səhifələrdə video yenilənmələri həyata keçirəcəyik. Ona görə də bizim üçün vaxt amili bir saniyə belə biz öyrənməmək həvəsimiz olmayıb. Biz ümumiyyətlə öyrənmək üzərində, öyrətmək üzərində həyatımızı qururuq və düşünürəm ki, biz bu intellektual fəaliyyətimizi bundan sonra da davam edəcək. Mən bir çox videoları sosial şəbəkələrdə yayarkən insanlara bir mesaj verirəm ki, dövlətini sevməlisən, dövlətini qanunlara əməl edərək sevməlisən, dövlətin qanunlarının pozulmasına imkan verməməlisən. Və düşünürəm ki, Milli Fədali Hərəkatı qarşıda duran böyük vəzifələri uğurla icra edəcək. Yeri gəlmişkən, bugün Gürcüstanın prezidenti Azərbaycana səfər edib, Heydər Əliyev mərkəzində olub və mən həmin videonu birazdan yerləşdirəcəm və orada açıq şəkildə Gürcüstan prezidentindən tələblərimi irəli sürmüşəm. Birinci tələb təbii ki, həmkarımız, bizim jurnalist dostumuz Əfqan Sadılovun həbsdən azad olunması və Azərbaycanın vətəninə qaytarılması. İkinci bir məsələ, Gürcüstanın demokratiyasının təməl əsaslarını quran Azərbaycanın yaxın dostu Mixail Saakashvilinin sərbəst buraxılması və üçüncü məsələ borçalıların hüquqlarının bərpa olunması və borçalıların bələdiyyə hüquqlarının qorunub saxlanması məsələsidir. Və digər tərəfdən bilirsiniz ki, Gürcü arzusu tamamilə ölkəni avtoritar rejimə, avtoritar bir məmləkətə çevirmək istəyir və çox təəssüf ki, Gürcüstan da artıq Avropa Şurasından çıxarılıb. Gürcüstan artıq Avropa Şurasında heç bir deputat mandatına sahib deyil. Gürcüstanda seçkilərdə qələbə qazanmış Gürcü Arzusu partiyasının qeyri-legitim hesab edib və yeri gəlmişkən sonuncu Amerika Birləşmiş Ştatlarında baş tutan and içmə mərasiminə
məhz keçmiş prezident Salome Zuraşvilini dəvət edib. Və mən təbii ki, vəziyyəti o cür görürəm ki, Gürcüstan tamamilə avtoritarlaşaraq, Gürcüstan faktiki olaraq 3-cü dünya ölkələrinə, yəni geridə qalmış ölkələrin səviyyəsinə enməyə başlayıb və Gürcüstanın artıq o dərəcədə aşağı səviyyədədir ki, bugün Azərbaycandan asılı vəziyyətdədir. Əgər Azərbaycan nefti və qazı olmasa, Gürcüstan çox ağır bir blokada şəraitində olacaq. Bir tərəfdən Rusiya Gürcüstanın 20% torpaqlarını işğal edib, Abxaziya və Cənubi Ossetiyanı işğal edib, digər tərəfdən 80% Gürcüstan hakimiyyətini işğal edib və orada bir faşist rejimi qurub. O qədər qəddar bir faşist rejimi qurub ki, orada Gürcüstanın inteqrasiyasını istəyən, Gürcüstanda demokratiya istəyən bələdiyyələrə, deputatlara ən ağır cəzalar, ən ağır işgəncələr verirlər və Gürcüstan tamamilə Rusiyadan da 5 betər bir faşist bir ölkəsinə, məmləkətinə çevrilib, bir növ Kartli-Kaxetiya çarlığının vəhşiliklərini, qəddarlıqlarını edir. Tarix boyu biz yaxşı bilirik ki, Gürcülər Azərbaycanlara vaxtilə Qacarlar hakimiyyəti dövründə borçallara törətdiyi vəhşilikləri bugün də edirlər. Və çox təəssüf ki, bugün televiziyalarımız susurlar. Hətta bugün prezidentin Azərbaycana gəlişi ilə bağlı bir video göndərmirlər. Bir video yayımı aparmırlar. Mən xaricdə yaşayan soydaşlarımızdan biri Qabil Türkoğlu'ya videonu göndərdim. İnan səmimi biraz təəccüblə baxdı ki, necə olur ki, orada polis yoxdur. Bilirsiniz, aksiyanı da elə etmək lazımdır ki, orada polis olmasın. Və tam azad şəkildə videonu çəkmişəm və hər halda mən niyə çəkinməliyəm? Mən yol hərəkəti qaydalarını pozmamışam, rüşvət verməmişəm, rüşvət almamışam, dövlətimi çox sevirəm, dövlətin hər qarış torpağını sevirəm, tarixi torpaqlarını sevirəm. Mən niyə çəkinməliyəm, niyə qorxmalıyam? Və bir məmləkətimi, bir dövlətimi, prezidentimi seçən, prezidentimə etimad göstərən bir vətəndaş kimi niyə çəkinməliyəm, niyə qorxmalıyam nəyəsə, hansısa bir məsələdə. Ona görə dostlar, mən Azərbaycanda demokratiyanı Türkiyədə olduğu kimi görmək istəyirəm. Türkiyədəki intellektual səviyyədə görmək istəyirəm. Oxumuş, təhsil görmüş, geniş dünya görüşü olan insanlar səviyyəsində görmək istəyirəm. Yeri gəlmişkən mən çox təəssüflə qeyd edirəm ki, Azərbaycana gələn bir qardaş Türkiyənin bir vətəndaşını metroparkda qarşılayanda belə bir xoşagəlməz halla qarşılaşdım. Soruşdum ki, niyə görə Türkiyədə müxalifət, ana müxalifət partiyasının mitinqində Azərbaycan Respublikasının dövlət bayrağı yoxdur. Axı bu ölkəni, Türk dünyasını ilk dəfə demokratiya ilə tanış eləyən ölkə Azərbaycan olub. 1992-ci ildə prezidenti xalq tərəfindən seçən Türk dünyasında ilk ölkələrdən biri Azərbaycandır. Heç də təsadüfi deyil ki, Əfəz Elçi bəy Türk dünyasına çox önəmli bir mesaj vermişdi. Bu mesaj Atatürk'ün əskəriyəm mesajıdır. Mən bu barədə də video yaxın dəqiqədə paylaşacağım və bilin, agah olun ki, vətənini, dövlətini sevən bir insan, prezidentini sevən bir insan əlbəttə ki, mütləq şəkildə qanunlara obyektiv yanaşmalıdır, qanunlara pozmamalıdır və qanunların pozulmasına imkan verməməlidir. Və mən Rəbiyə Məmmədovanın mübarizə üsulunu heç də bəyənmirəm. Çünki bu müəyyən dərəcədə həm həyatı ilə risk almaqdır, həm də bir növ terror vasitələrlə insanları mübarizədən çəkindirməkdir.